Rəcəb ayında oruç tuta bilməyən insanlar bu təsbihatı desələr, Rəcəb ayının orucunun savabını qazana bilərlər. Həzrəti Peyğəmbər Əkrəm salavatullah buyurur ki, İnnə fil cənnəti qasra, lə yədxuluhu illə suvvamu rəcəb. Cənnətdə elə bir saray var ki, ora yalnız Rəcəb ayında oruç tutanlar daxil ola bilər. Həqiqətən də bu gözəl ayda ibadət, itaət və məxsusən də oruç tutmağın çox böyük savabı və fəziləti var. İndi ola bilər kimsə Rəcəb ayında oruç tutmağa taqəti gücü olmasın, xəstəliyə görə və ya hər hansısa başqa bir səbəbə görə belə şəxslərin də Rəcəb ayında oruç tutmağın savabından məhrum olmamasına görə rəvayətlərdə qeyd olunur ki, bu cür şəxslər hər gün 100 dəfə indi qeyd edəcəyimiz bu təsbihatı desə, Rəcəb ayında oruç tutmağın savabına nail ola bilər. O təsbihat bundan ibarətdir. Subhanəl ilahil cəlil, subhanə mən la yənbəği təsbihu illə ləhu, subhanəl əzzil əkram, subhanə mən ləbisəl izzə və huvə ləhu əhlun.